Xoş gördük kanalımın əziz izləyiciləri. Bugün sizə yeni bir məlumat verəcəm. Heç kim keçməsin. Bu sizlər üçün çox vacibdir. Xahiş edirəm diqqətlə qulaq asın. Söhbət ChatGPT-dən gedir. ChatGPT-də yazdığınız, sual verdiyiniz mesajların başqaları tərəfinə, yəni başqalarının tərəfinə istifadə olunması haqqındadır. Yəni mən qısa Lord ilə danışıram. Yəni sizin yazdığınız, verdiyiniz, danışdığınız məlumatların başqaları tərəfindən istifadə olunması, yəni bu ehtimal var. ChatGPT-də bəlkə də qarşınıza çıxıbdır. ChatGPT-də siz müəyyən icazələr vermişsiniz ki, sadəcə bunun qarşısını almaq üçün bu icazəni söndürmək kifayət edər. ChatGPT-yə daxil olursunuz. Mən başdan göstərim bir dənə sizə. ChatGPT daxil oldu. Bu səhifə açılır. Bu səhifədə yuxarıda xəttlər işarəsi var. 2 xətt çizim işarəsi var. Bu çizimə daxil olursunuz. Bu səhifə gəlir. Bu səhifədə aşağı daxil olursunuz. Aşağıda görürsünüz ad familiya var. Ad familiya bölməsinə daxil olduqda sizi yönəldir bu səhifəyə. Bu səhifə sizlərdə başqa cürdə görsənə bilər. Sadəcə mən burada bax data control var. Data control vurursunuz. Bu səhifəni tapmaq lazımdır. Bu səhifə çoxlarına fərqli ola bilər. Sadəcə bu səhifəni tapmaq üçün aşağıda görürsünüz silmək işarələri var. Bax qırmızı belə. Sizdə türk dilində də ola bilər. Buradan yuxarıdan bax bu yuxarı ən birinci olan ki var. Hamıda heylə görsənir. Bax buradan sadəcə bunu söndürməyiniz kifayət edər ki, məlumatlarınız, danışdıqlarınız başqaları tərəfinə istifadə olunmasın və burada aşağıda da ingilis dilində bu haqda sizə məlumat verir. Əgər videom məlumatlı oldusa, kanala abunə olmağı sizlərdən xahiş edirəm və like qoymağınızı da xahiş edirəm. Bu məlumatı da sizlər üçün paylaşdım. İnanıram ki, hər kəsin bu dəqiqə ən çox istifadə etdiyi ChatGPT-də sizlər üçün, o bilməyənlər üçün yeni bir məlumat oldu. Təşəkkür edirəm kanalımın əziz izləyiciləri.